Xəzər Universitetində əlamətdar elmi tədbir və təqdimat mərasimi keçirilib. Aprelin 27-sində baş tutan tədbiri giriş sözü ilə universitetin siyasi elmlər üzrə doktoru və kafedra müdiri Orxan Vəliyev açaraq iştirakçıları səmimi salamlayıb və görüşün əhəmiyyətini vurğulayıb. Daha sonra söz alan Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri professor akademik Hamlet İsaxanlı, universitetin siyasi elmlər üzrə professoru Ramiz Yunusun Ukrayna Siyasi Elmlər Akademiyasının akademiki və həqiqi üzvü seçildiyini elan edib. O bu münasibətlə Ramiz Yunusu təbrik edərək ona müvafiq diplomu təqdim edib. Təqdimat mərasimindən sonra professor Ramiz Yunus qlobal geosiyasi proseslər prizmasından Azərbaycan üçün imkanlar və risklər mövzusunda geniş və məzmunlu məruzə ilə çıxış edib. Xanımlar və cənablar, icazə verin çıxışımın əvvəlində Seyin Universitetinin rəhbərliyinə və şəxsən mənim yaxın dostum Professor Hamlet İsaxanlıya bu dəvətə və bugünkü görüşün yüksək səviyyədə təşkilinə görə səmimi minnətdarlığımı bildirim və bayaqları söylədiyi xoş sözlər və mənim üçün həqiqətən bu çox bir xoş hadisədir, bir Azərbaycanlı kimi, çünki bu günləri bu diplom mənim özüm üçün də gözlənilməz oldu, amma üst-üstə düşdü. Ukraynanın prezidenti 2 gün bundan öncə Bakıya gəldi və ilk dəfə olaraq Ukraynanın prezidenti postsovet məkanında ölkə seçib və bu ölkə bizim doğma vətənimizdir, Azərbaycanımız. Bu o deməkdir ki, bizim Azərbaycanımız bu günləri həqiqi siyasi subyektə çevrilib və postsovet məkanda. Bu da 2-ci Qarabağ savaşdan sonra baş verib və bu belə 2 dənə hadisə üst-üstə düşmək və mənim bu məsələdə balaca da olsa fəaliyyətim belə yüksək qiymətləndirilibsə, Ukrayna yüksək mötəbər bir akademiya tərəfindən və bir Azərbaycanlı bu akademiyanın həqiqi üzvü seçilibsə, əlbəttə ki, bu mənim üçün böyük həm şərəfdir, həm böyük bir məsuliyyətdir. Ümid edirəm, biz hamımız bundan xeyir görəcəyik və keçim indi əsas mətləbə. Bugünkü mövzumuz olduqca aktual və düşündürücüdür. Müasir geosiyasi proseslər prizmasından Azərbaycan üçün imkanlar və risklər. Çıxışımın ən əvvəlində bugünkü mühazirəmin mövzusu ilə bağlı fikirlərimi qısa tez şəklində ifadə edəcəm. Sonra isə böyük məmnuniyyətlə sizin bütün suallarınıza cavab verəcəm. Əziz dostlar, belə bir dövrdə yaşayırıq ki, dünya sanki gözümüzün qarşısında yenidən qurulur. Dünənə qədər bizə sabit görünən beynəlxalq sistem bugün çatlayır, parçalanır və yeni qaydalar formalaşır. Bir vaxtlar beynəlxalq münasibətlər qaydalarla idarə olunurdu. Bugün isə daha çox güc, maraq və fürsətlər sistemi hökm sürür. Və burada çox bir vacib məqam var. Tarix göstərir ki, belə dövrlərdə qalib gələnlər ən böyük dövlətlər olmur. Qalib gələnlər dövrü düzgün oxuyanlar olur. Bugün Azərbaycan məhz belə bir tarixi mərhələdədir. Bir tərəfdən risklər, təzyiqlər, qeyri-mühəmmilik, digər tərəfdən isə nadir hallarda açılan bir imkan pəncərəsi. Və əsas sual budur. Biz bu proseslərin sadəcə iştirakçısı olacaq, yoxsa onların istiqaməti öz xeyrimizə dəyişə biləcəyik. Birinci, coğrafiya. Məşhur belə bir fikir var. Coğrafiya talihdir. Amma gəlin bunu daha real ifadə edək. Coğrafiya sadəcə xəritədə bir nöqtə deyil. Bu dövlətin talihini müəyyən edən ən sərt reallıqdır. Azərbaycan belə bir coğrafiyada yerləşir ki, bu nə təsadüfdür, nə də sadə üstünlük. Biz eyni zamanda həm Rusiya, həm də İranla quru sərhədinə malik olan dünyada yeganə ölkəyik. Bu faktın arxasında çox ciddi geosiyasi məna dayanır. Bu o deməkdir ki, biz heç vaxt kənarda qala bilmərik, biz heç vaxt tam neytral ola bilmərik, biz hər zaman böyük proseslərin içində olmağa məhkumuq. Amma məhz bu məcburiyyət eyni zamanda bizim üstünlüyümüzə çevrilə bilər. Çünki Azərbaycan şərqlə qərbin, şimalla cənubun, enerji ilə logistikanı kəsişdiyi nadir nöqtələrdən biridir. Və məhz buna görə bugün həmçinin belə sual qoymalıdır. Biz bu mövqedən sadəcə istifadə edəcəyik, yoxsa onu strateji üstünlüyə çevirəcəyik.
İkinci, tarix. Bugün regionumuzda gedən geosiyasi proseslər düzgün qiymətləndirmək üçün və coğrafiyamızın xüsusiyyətlərini nəzərə alaraq mütləq tariximizin əsas məqamlarımızı xatırlamalıyıq və xüsusilə Türkmənçay müqaviləsini yada salmalıyıq. Çünki Azərbaycanın müasir geosiyasi taleyində ən kəskik dönüş nöqtələrdən biri Türkmənçay müqaviləsi oldu. Bu sadəcə bir müqavilə deyildi. Bu bir xalqın bölünməsi idi. O gündən etibarən Azərbaycan iki böyük gücün arasında qaldı. Sonraki 200 ildə bu təsir müxtəlif formalarda davam etdi. Bir dövrdə ruslaşma siyasəti, başqa dövrdə Sovet ideologiyası, daha sonra isə yumşaq güc vasitələri. SSR dağıldığından sonra çoxları düşündü ki, artıq təsir dövrü bitdi. Amma tarix bizə başqa şey öyrədir. Təsir heç vaxt yox olmur. Sadəcə formasını dəyişir. Nəticədə uzun illər ərzində Azərbaycan yalnız ərazi kimi deyil, həm də şuur uğrunda mübarizə meydanına çevrilib. Üçüncü, şuurun işğalı. Ən təhlükəli işğal şuurun işğalıdır. Cənubi Qafqaz 1991-ci ildən sonra məhz belə bir vəziyyətdə yaşayıb. İşğalçı ordular olmadan, hərbi idarəetmə olmadan, formal nəzarət sərhədləri olmadan, lakin düşüncə səviyyəsində daha dərin cəmiyyətlərin şuurunu işğal etmək prosesi gedirdi. Bu sadəcə təbliğat deyildi. Bu mənaların sistemli şəkildə əvəzlənməsi idi. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan elə belə vəziyyətə düşdü ki, hər şey yenidən qurulurdu. Dövlət, onun institutları, iqtisadiyyat və ən əsası ictimai şuur. Məhz bu məqamda ölkəyə xarici ideologiyalar fəal şəkildə daxil olmağa başladı. Rusiya bunu adət etdiyi kimi edirdi. Dil, mədəniyyət, media, nostalji əlaqələr vasitəsilə. Bu formal nəzarət tələb etmədən illərlə asıllıq yaradan yumşaq güc idi. Amma İran daha irəli getdi və ən çətin aşkar edilən və ən təhlükəli sahəyə, inanca öz təsir imkanlarını yönəldib. İran dinin insanın şəxsi seçimi kimi yox, təsir kanalı kimi istifadəsinə üstünlük verdi. Mənəviyyat, qardaşlıq və orta dəyərlər ritorikasının örtüyü altında Azərbaycanda 10 illiklər ərzində İranın ideoloji mövcudluq infrastrukturu quruldu. Dini şəbəkələr, təhsil strukturları, Azərbaycan dilində fəaliyyət göstərən media, bunların hamısı bir məqsədə xidmət edirdi. Bizim vətəndaşların öz dövlətinə, Azərbaycana deyil, xarici mərkəzə, İrana bağlılığın formalaşdırılması. Səhər telekanalı bu təsirin yalnız bir nümunəsidir və belə təsir kanalları çox olub və qalmaqdadır. Onlar sadəcə məlumat vermir, münasibət formallaşdırır və istiqamətləri dəyişdirir. Burada məsələləri öz adı ilə çağırmaq vacibdir. Bu alternativ baxış deyil. Bu, Azərbaycanın daxili işlərinə müdaxilədir və bu müdaxilə bizim dövlətimizi daxildən zəifləməyə yönəldib. Deməli, bu ideologiya, müzakirə və ya söz azadlığı müzakirəsi deyil. Bu, milli təhlükəsizlik məsələsidir. Çünki vətəndaşların şuurunu, hansı mənaların formalaşdırıldığını nəzarətdə saxlamayan dövlət, gec-tez onların qərarları üzərində də nəzarətini itirir. İranın mövqeyi, xüsusilə də hər iki Qarabağ müharibəsi dövründə açıq göründü. 10 illiklər boyu Azərbaycan və İran xalqları arasında müsəlman birliyindən danışan rəsmi Tehran praktikada Ermənistanın maraqlarına uyğun hərəkət edirdi. İqtisadi əlaqələr, logistika, Ermənistanın işğal siyasəti, dəstəkləyən siyasi xətt, bütün bunlar yüksək səslə deyilən dini bəyanatlarla ziddiyyət təşkil edirdi. Bu ziddiyyət deyil, bu strategiya idi. Bu halda din İran rejimi tərəfindən dəyər kimi yox, alət kimi istifadə olunurdu. Rusiya isə fərqli üsullarla, lakin eyni nəticə ilə hərəkət edirdi. Media, mədəni təsir və siyasi siqnallar vasitəsilə daha az emosional, lakin dərin asıllıq formalaşdırılırdı. Bu sistem uzun illər kifayət qədər effektiv işləyirdi, çünki müstəqilliyin ilk dövrlərində Azərbaycan buna sistemli şəkildə cavab verməyə hazır deyildi.
Birinci Qarabağ müharibəsindən və 1994-cü ilin mayında Bişkek protokolunun imzalanmasından sonra Azərbaycan reallığı düzgün qiymətləndirərək uzun müddətli strategiya qurdu. Həmin ilin sentyabrında əsrin müqaviləsi imzalandı və bu bizim ölkəyə böyük həcmli xarici investisiyaların yolunu açdı. Bu sadəcə iqtisadi qərar deyildi. Bu strateji seçim idi. Əvvəl investisiyalar gəldi, sonra isə sabit maliyyə axınları yarandı. İllər sonra bu resurslar Azərbaycana güclü iqtisadiyyat qurmağa, dövlət institutlarını modernləşdirməyə və ən əsası müasir güclü ordu yaratmağa imkan verdi. Bu təsadüf yox, illərlə hesablanmış strategiya idi və sonradan gözlənilməz görünən dönüşün əsasını məhz bu hazırlıq təşkil etdi və Azərbaycan beynəlxalq siyasətin aktiv subyekti kimi hərəkət etməyə başladı. 2020-ci ildəki 2-ci Qarabağ müharibəsi təkcə hərbi qələbə olmadı. O bizim asıllıq psixologiyamızı sındırdı. 2020-ci ilin sentyabrında keçirilən uğurlu bir günlük antiterror əməliyyatı isə bu nəticəni möhkəmləndirdi və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Eyni zamanda Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı uzun müddətli müharibəyə cəlb olunmaqla strateji səhvə yol verdi və öz mövqələrini zəiflətdi. Amma Rusiya-Ukrayna müharibəsi sadə müharibə deyil. Bu iki yanaşmanın toqquşmasıdır. İmperiya düşüncəli və milli dövlət modeli. Rusiya hələ postsovet məkanını öz təsir zonası kimi görür və bu düşüncə təsadüfi deyil. Onun kökləri tarixə gedib çıxır. Amma bugün baş verənlər göstərir ki, tarix artıq dəyişir. Artıq bu müharibə Rusiyanı iqtisadi, siyasi, hərbi baxımdan ciddi şəkildə zəiflədir və bu zəifləmə Azərbaycanın qarşısında yeni imkanlar açır. Çünki geosiyasətdə belə bir dənə qayda var. Bir güc zəifləyirsə, başqası üçün manevr sahəsi genişlənir. İran isə son bir neçə il ərzində regionda mövqələrini itirməyə başlayıb. Və Amerika Birləşmiş Ştatların və İsraillə baş verən son iki müharibə, keçən ilin 12 günlük müharibəsi və hazırki müharibə, onun həm iqtisadi imkanlarını ciddi şəkildə zəiflətdi və hüküm mənzərənin necə olacağı hələ də qeyri-müəyyəndir. Lakin qəti şəkildə demək olar ki, İran xeyli zəifləyib və yaxın dövrdə həm xarici, həm daxili çoxsaylı problemlərlə üzləşəcək. Bu cür zəifləmə isə Azərbaycan üçün regionda yeni və əlverişli imkanlar açır. Amma unutmamalıyıq. Təsir yalnız ona qarşı sistemli siyasət aparanda yox olur. Lakin burada təhlükəli bir illüziya var. Xarici oyunçuların zəifləməsi onların təsirinin yox olması demək deyil. Təsir yalnız o zaman aradan qalxır ki, o şuurlu və sistemli şəkildə məhdudlaşdırılır. Və ən çətin mərhələ də məhz buradan başlayır. Çünki dövlət informasiya məkanına nəzarət, dini sahənin təmzinlənməsini və xarici təbliğata qarşı mübarizə barədə danışan kimi dərhal ittiham səslənir. Bu azadlığın məhdudlaşdırmasıdır. Bu rahat, lakin yanlış argumentdir. Azadlıq manipulyasiya obyekti olmaq hüququ deyil, şuurlu seçim etmək bacarığıdır. Halbuki alternativ adı altında sistemli şəkildə yad mənaların yer edildiyi mühitdə belə seçim mümkün deyil. Öz informasiya məkanını qoruyan dövlət azadlığı məhdudlaşdırmır, əksinə onu qoruyur. Çünki suveren informasiya sahəsi olmadan azadlıq xaricdən idarə olunan illüziyaya çevrilir. 21-ci əsrdə isə bu problem daha da dərinləşir. Biz belə bir dövrdə yaşayırıq ki, texnologiyalar şuura təsir etməyi daha sürətli, dəqiq və dərin edib. Sosial şəbəkələr, alqoritmlər, rəqəmsal platformalar, sünni intellekt, hamısı təsir alətlərinə çevrilib. Bugün təbliğat yalnız televiziya deyil, bu insana uyğunlaşdırılan, fərdiləşdirilmiş informasiya axınıdır. Bu müəyyən narrativləri gücləndirən alqoritmlərdir. Bu kütləvi şəkildə inandırıcı məzmun yaradan, bilən neyro şəbəkələrdir. Belə şəraitlər riskləri anlamayan və reaksiya vermədən dövlət öz informasiya məkanını könüllü şəkildə təhvil verir və bununla da suverenliyinin bir hissəsini itirir. Müasir dövrdə ən təhlükəli risk tanklar və raketlər deyil.
Ən təhlükəli risk insanların düşüncəsinə təsirdir. Bu səbəbdən informasiya təhlükəsizliyi artıq sadəcə texniki məsələ deyil. Təkrar edirəm, bu milli təhlükəsizlik məsələsidir. Əgər dövlət informasiya məkanını yitirirsə, o qərar vermə qabiliyyətini də yitirir. Görünməyən təhlükələri tanımaq, bu qabaqlayıcı addımlar atmaq və gecikməmək bacarığıdır. Tədbirlər sərt, sistemli və düşünülmüş olmalıdır. Xarici təsir mənbələrinə nəzarət, dini strukturların şəffaflığı, xarici ideoloji mərkəzlərlə bağlı təşkilatların fəaliyyətinin məhdudlaşdırılması, yerli media və rəqəmsal platformanın inkişafı və ən əsası öz mənalar sistemin formalaşdırılması vacibdir. Çünki boşluq mövcud olmur. Dövlət gündəmi formalaşdırmasa, onu başqaları formalaşdırır. Əziz dostlar, 2020-ci il Azərbaycanın tarixində dönüş nöqtəsidir. İkinci Qarabağ müharibəsi yalnız Azərbaycan üçün deyil, bütün region üçün dönüş nöqtəsi oldu. 10 illiklər ərzində ilk dəfə olaraq ölkəmiz təkcə ərazi bütövlüyünü bərpa etmədi. Həm də regional siyasətin məntiqini dəyişdi və ən əsası psixoloji bariyer sındırdı. Azərbaycan Cənubi Qafqazın əsas oyunçusuna çevrildi. Artıq gündəmi izləyən deyil, onu formalaşdıran tərəf oldu. Ermənistanla başlayan sülh prosesi uzun müddətli sabitlik perspektivi açır. Türkiyə və Gürcüstanla strateji tərəfdaşlıq isə regional ox formalaşdırır. Nəqliyyat və logistika layihələri, o cümlədən Zəngəzur dəhlizinin potensial açılması xüsusi əhəmiyyət kəsb edir. Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən təşəbbüslərlə birlikdə bu Azərbaycanın mühüm tranzit iqtisadi mərkəzə çevrilməsi üçün əsas yaradır. Bugün Azərbaycan artıq hadisələrin obyekti deyil, o proseslərin subyektinə çevrilib. Regionda yeni kommunikasiya xətləri, yeni iqtisadi əlaqələr, yeni siyasi platformalar formalaşır. Və Azərbaycan bütün proseslərin mərkəzində dayanır. Bugünkü vəziyyət Azərbaycan üçün nadir imkanlar yaradır. Amma unutmamalıyıq ki, biz bugün beynəlxalq qaydaların zəiflətdiyi bir dünyaya daxil oluruq. Dünyanın yeni nizamı hələ ki formalaşmayıb. Bu isə o deməkdir ki, risklər çoxdur, amma imkanlar da çoxdur. Və indiki geosiyasi vəziyyətdə nəzərə alsaq, geosiyasi vəziyyətini nəzərə alsaq, Azərbaycan üçün əsas strategiya aydındır. Münaqişələrdən uzaq durmaq, daxili sabitliyi qorumaq və yaranan imkanlardan maksimum istifadə etmək. Amma ən vacib istiqamət ideoloji sayədir. Çünki dövlətin sərhədləri xəritədə çəkilir. Amma onun gələcəyi insanların düşüncəsində formalaşır. Çünki şuur uğrunda mübarizəni uduzmaq, torpaq üzərində qazanılmış qələbələri də dəyərsizləşdirir. Bu artıq seçim məsələsi deyil. Bu dövlətin öz gələcəyi qarşısında məsuliyyətidir. Əgər bu məsuliyyət bugün dərk olunmasa, sabah seçim imkanı belə olmaya bilər. Mənim əzizlərim, bugün Azərbaycanımız nadir tarixi məqam yaşayır. Belə imkanlar tarixdə tez-tez yaranmır. Amma tarix bizə bir şeyi də öyrədir. İmkan pəncərələri uzun müddət açıq qalmır. Və bəlkə də bugünkü çıxışımın ən vacib fikrimi məhz burada demək istərdim. Ən böyük risk xarici təhlükələr deyil. Ən böyük risk bu imkandan istifadə edə bilməməkdir. Və bu fikrimi əsas götürərək çıxışımın sonunda sizə tanınmış qədim Çin hərbi strategi Sun Cinin məşhur ifadəni xatırlatmaq istərdim. Ən böyük qələbə döyüşmədən əldə edilən qələbədir. Bugün bu fikir bizim üçün yeni məna daşıyır. Qalib gələn o olacaq ki, öz düşüncəsini qoruyacaq, öz kimliyini möhkəmləndirəcək və gələcəyini özü müəyyən edəcək. Və məhz bundan asılıdır ki, doğma Azərbaycanımız gələcəyin dünyasında obyekt olacaq, yoxsa tam hüquqlu subyekt. Diqqətinizə görə təşəkkür edirəm. Allah Azərbaycanımızı qorusun.